Herkese salam uşaqlar. Bugün biz sizinlə 5-ci sinif 2025-ci il İngilis fənninə aid besiqi 1 işləyəcək və siz də bu suallara baxaraq yararlana bilərsiniz. Kosti Koring sualı cavablandırın deyir. Z ilə biz keçən dərsimizdə belə keçmişdik. Z ilə hissə başa salmışdım. Z ilə ancaq A işlənir. A işlənircə iz işlənmir. Z çünki cəmdədir. A da cəmdədir. Birinci sualda B variantı. İkinci suala baxdıqda VH, words deyir. VH ilə başlanğıcı VH olsun. Burada VH ilə başlayan what var. What old are you? What, where old are you? Məsələn olsa onun yaşı hardadır? Elə olmur axı. Çünki what olanda onun sənin neçə yaşın var? Ona görə ikinci sualda A variantı. Gözləyim, mən bunu işarələyim. Birinci sualda are, ikinci sualda what. Əslində how da olardı. How daha uyğun gəlir. Çünki burada VH-nə başlasın deyir axı. Üçüncü sualda Aysun is my friend. Aysunun dostları deyir. Very, həm də çox var. Çoxdur deyənə biz burada Z götürəcəyik. Dördüncü sual. Sualı cavablandırın deyir. Düzgün variantı. Mənim 10 yaşım var. Mənim adım Annadır. D-də də mənim 10 yaşım var. D-də də mən 10 yaşındayım. Məsələn, indi biz burada ən uyğunu I have years old. Burada ən uyğunu I am 10. C bəndi. İşarələyim. Gözləyin. C bəndi. 5-ci suala baxırıq. Cause the correct sentence about us this house. This house. Burada baxırıq biz this house cümlənin necə işlənib. Necə işləməyinə baxırıq. This house cümlədə tək isimlə işlənməlidir. A-ya baxdıqda A-da cəm isimlər var. Police. B-yə baxdıqda wax var. Bu da cəm isimdir. Sonra A-ya baxdıqda astis. Astis. Amma burada cümlədə yazdıqda astis house. About a astis house. Amma burada yazıldığına görə baxırıq. Stis house. Biz has. Burada has işləndikdə keçmiş zaman formasında. Amma bu hal-hazırda indiki zaman formasında olmaq üçün biz to feilinə aid seçməliyik. Ona görə D bəndini çıxdıqda 5-də C variantı. Düzgün variantı seçin deyir bunda da. Bunda da ən uyğun variantı Z-yə uyğun. Silds. Heç vaxt silds Z-yə uyğun ola bilməz. Sild uyğun ola bilməz. Ən uyğun sildirin. 7-ci sual. Turkish. Məsələn, Azərbaycan ölkədir. English, ingilis dili ölkədir. Table, stoldur. Turkish, Türkəldir. Bunda da Z yerinə Z-də keçən dərs sizə başa salmışdım. Do, have, were işlətirik. Sizə kişi bir qaydanın izahını verim. To, B beraberdir. Gözləyin. Olmak dem. Dir. Sadəcə bunun qaydasını izahlayayım. Tobe'nin 3 forması var. Gözləyin. Tobe'nin 3 forması var. Keçmiş, gözləyin.
indiki gələcək gözün keçmişdiki gələcək. İndi keçmişə aid vazvı indiki aid is are. Sonra keçmişdeki əmiz are. Gələcək. Gələcəyə aid shall be be. Shall be, will be. Bunların kısaca yazılışı kısaca shall be, will be bu işarə ilə yazılır. Bəli. Gözləyin. Bəli. Bundan sonraki dərsdə Tobeni keçmiş zamanları, gələcək zamanı haqqında məlumatlar verəcəm. Keçdik 8-ci suala. Zeynə indi buna görə də do not həslə işlənə bilməz. Do not have B variantı. 9-a baxdıqda V ilə sizə başa saldığım qədər cavab deyim. 9-da B'dir. Onda vacib budur. Bir də məhkəməyə tamamlayın. English. Bu 1. 4, 5. Global language. Bəli. B variantı. 12-yə baxdıqda do you have a pen? Do you have a pen? Biz bununla bunu işletirik. Bununla place yüzəlirik. Bununla bu, bununla bu. Ki bu. Biri bir, 2'ye 3'cə. 14'də mətni oxuyub sualları cavablandırmaq lazımdır. Mən bildiyim qədərini bunları dair edeyim. Bəli uşaqlar, suallarımız bu qədər. Bu bal yerinə də heç nə yazmaq lazım deyil. Qiymətdə onun müəllimə yoxlayan müəllimə yazacaq. Kısaca bunun şəklini göstərim. Sağ olun uşaqlar, bu qədər hələlik.